Salam əziz 6-cı siniflər. Bu gün sizlərlə səhifə 108-in izahını paylaşacağım. Deməli, baxırıq bugünkü mövzumuz street artdır, yəni küçə sənəti. Look at the title and the images, answer the questions, yəni ki, şəkillərə və başlığa bax və suallara cavab ver. Suallarımız where is the street art? Yəni deyir ki, bu küçə sənəti haradadır? What can you see in the images? Şəkillərdə nə görə bilirsən? Deməli, başlayaq mətnimizi oxuyaq və tərcümə edək. Melbourne Street Art Capital. Melbourne küçə sənətinin paytaxtı. Melbourne in Australia is famous for its colorful street art on many buildings in the city center. Deməlidir ki, Melbourne, Avstraliyanın Melbourne şəhəri şəhər mərkəzindəki bir çox bina üzərində olan rəngli küçə sənəti ilə məşhurdur, famous. You can visit Croft Alley in Chinatown, the Chinese neighborhood of Melbourne, or go to Hoosier to some amazing street art. Deməlidir ki, Melbourne'un Çin məhəlləsində yerləşən, baxın bu Çin məhəlləsi deməkdir, neighborhood. Deməlidir, Melbourne'un Çin məhəlləsində yerləşən Croft Alley-yə baş çəkə bilərsiniz və yaxud da möhtəşəm küçə sənətini görmək üçün Hoosier Lane'ə gedə bilərsiniz. There are images of people next to animals and graffiti writing, but they don't stay the same. Deməlidir ki, orada heyvanların yanında insan şəkilləri də vardır və grafiti yazılar, insan şəkilləri və grafiti yazılar vardır. Lakin onlar don't stay the same, yəni eyni qalmırlar. Street art often changes and there are new images from one day to the next. Küçə sənəti tez-tez dəyişir, amma dəyişir və deməli bir gündən digərinə yeni təsvirlər yaranır. Deməli one day to the next, bir gündən digərinə deməkdir. Daha sonra deməli Are street art and graffiti different? Deyir ki, graffiti və küçə sənəti fərqlidir. Deməli, burada görürsünüz mübtədamızda həm street artdır, həm də endlə bağlanıbdır, graffitidir. Ona görə də xəbərimiz zəmindədir, ar verilibdir. Yes, graffiti is usually words or letters. Deyir ki, bəli, graffiti adətən sözlərdən və ya hərflərdən ibarət olur. Graffiti artists use their tag, usually their name or a sign to communicate with each other. Deməli, graffiti rəssamları bir-birləri ilə ünsiyyət qurmaq üçün öz təqlərindən istifadə edirlər. Təq də nədir? Adətən öz adları və yaxud da işarələri. Street art uses different techniques and materials, for example, stencils, sculptures, stickers and posters. Deməlidir ki, onlar küçə sənətində müxtəlif texnika və materiallardan istifadə olunur. Bunlara misal üçün deməli stencils, yəni şablonlar, sculpture heykəl, sticker, poster də deməli afişalar deməkdir. Some street artists only want to make beautiful murals, but other artists want to communicate what's happening in the world. Deyir ki, bəzi küçə sənəti artistləri deməli yalnızca gözəl divar şəkilləri, murals divar şəkli deməkdir, yalnızca gözəl divar şəkilləri seçmək istəyirlər. Bəziləri isə dünyada baş verənləri çatdırmaq istəyirlər. What's happening in the world. Some street and graffiti artists work at night. Bəzi küçə və graffiti artistləri axşamlar işlərlər. The artist prepares a stencil or poster in a studio and then uses it in the street because it's fast. Deyir, onlar elə bir axşamdan stüdyoda poster və yaxud da şablon hazırlayırlar və bunu istifadə edirlər küçədə, çünki bu nədir? It is fast. Deməli, səbəbi sürətli olmağı üçündür. Daha sonra indi biz baxırıq çalışmalarımıza. Deməli, çalışmalarımızda bizə deyir ki, match the image, yəni şəkilləri A-dan D-yə biz birləşdirməliyik. Birinci stickersdə özləri qeyd ediblər. Daha sonra baxırıq, deməli, B-də olacaqdır stencil nə deməkdir? Burada stencil, yəni kəskin xətləri olan portret rəsmidir də, onun üçün bu olacaqdır stencils. Daha sonra baxırıq, heykəldir. Heykəl bilirik ki, sculpture'dır. Sculpture. Və ən axırıncı isə posterdir. Posterdə afişa deməkdir. Posters.
Daha sonra suallara cavab veririk. Burada baxın birincidə özləri cavab yazıbdı. İkincidə what is a tag? Tag nədir? Cavabımız buradadır. 2-nin cavabı buradadır. Yəni the artists use, graffiti artists use their tag, usually their name or a sign to communicate with each other. Bir-birləri ilə ünsiyyət yarada bilmək üçün istifadə etdikləri işarə və yaxud da adlardır. Deməli bu 2-nin cavabıdır. Artıq yazmıram ora. Daha sonra baxaq 3-ə. Deyir ki, what's the difference between street art and graffiti? Fərqi nə idi? Biz burada oxuduq ki, graffiti is usually words or letters. Deməli, graffiti deyir. Daha sonra da deyir ki, street art use different techniques. For example, stencils, sculptures, stickers and posters. Fərqimiz də bu idi. Deməli, tərcümə eləmişik. Deyir, bir də tərcümə etmirəm. Oldu 3. Daha sonra baxıram. Why do street artists make street art? Nə üçün deyir küçə rəssamları, yəni küçə incəsənəti ilə məşğuldurlar? Nə üçün bunu edirlər? Biz də dedik ki, onlardan bəziləri some street artists neyinir? Sadəcə də gözəl divar şəkilləri çəkmək istəyir. Bəziləri isə dünyada olub bitəni çatdırmaq istəyir. Onun üçün də deməli bu bizim 4-cü sualımızın cavabı olacaqdır. Və 5-ci sualımızda da deyir ki, why do you think some street and graffiti artists work at night? Çünki niyə? Axşamdan ona görə işləyirlər ki, çünki it is fast, yəni bu sürətlidir. Daha sonra indi burada bizim nəyimiz var? Tapşırığımızda nə deyir? Deyir ki, siz hansısa bir graffitini və yaxud da küçə incəsənətini təsvir etməlisiniz. Bu haqda düşünün. Deyir ki, gəlin bu haqda bir dənəsini mən sizin üçün nümunə olaraq yazım. Siz də buna uyğun, buna oxşar başqa bir nümunə yazarsınız. Deyək ki, mən divar üzərində böyük bir pişiyin şəklini seçirəm. Necə yazacaq? Yazarıq ki, birinci deyir ki, rəngləri. Deyirəm ki, birinci yazaq nəyi seçmişik hələ. Yazıram ki, I choose. Mən bu keçmiş zamandadır deyə choose olacaqdır. Bir o düşür. I choose an image of a big cat. Aha, divarın da üstündə də yazaq ki, on a wall. Mən divar üstündə böyük bir pişik şəkili seçdim. Daha sonra mənə deyir ki, colors, rənglərini yaz, düzdürmü? Yazıram ki, the cat is orange and yellow. Aha. Sonra mənə deyir ki, formasını yaz. Formaya da yazıram ki, the cat has big, round and green eyes. Forma olaraq nə yazdım? Deməli, böyük, dairəvi, yumru, yaşıl gözləri. Eyes. Deməli, nə yazdıq? Deməli, onun, pişiyin böyük, yumru, yaşıl gözləri var. Daha sonra, burada misal üçün uzun quyruğu da var, yaza bilərik. It has long tail də deyə bilərik. Onu da qoy yazaq. It has long, bunu böyük has long tail. Daha sonra deyir ki, what it communicates. Nə demək istəyir deyir, yəni bu şəkil. Biz deyə bilərik ki, o göstərir ki, it shows that animals make our world a beautiful place. Bizim dünyamızı daha gözəl yer olduğunu göstərir. Daha doğrusu bizim dünyamızı daha gözəlləşdirdiyini. It shows that animals make, göstərir ki, heyvanlar bizim dünyamızı daha da gözəl bir yer edir. Deməli, our world a beautiful place. Və ən axırıncı nə üçün bunu xoşdursan? Deyirəm ki, I like because heç yazmıram. Çünki burada mən ardıcıl yazmalıyam. I like cats. Deyək ki, şəkil də çox şirindir. Deyək ki, the picture is very cute. Cute bilirsiniz də. And çox şirindir və
It makes me smile. Məni gülümsədir. Smile. Bu qədər. Deməli, növbəti dərslərdə növbəti səhifələrin də izahını sizlərlə paylaşacağım. Sağ olun.